Salam əziz tələbələr, vaxt qazandıran sualların 32-ci ilə davam edirik. Belə bir diaqram sualı var. Dairələrlə ifadə olunur. Bu bəzən dərəcələrlə də ifadə oluna bilər. Dərəcələrlə ifadə olunanda yadda saxlayın ki, bir dairədə dərəcəni 360 dərəcə qəbul edəcəksiniz. Sonra da bölünmələrə fikir verməlisiniz. Amma burada dərəcə ilə bağlı heç nə ehtiyac yox idi. A-nın ən böyük 7, sonra ondan böyük olan 5 U-dur. Ondan sonra böyük olan Y-dir. Ondan böyük olan sonra ən kiçiyi də belə deyək S-dir. Yəni sən böyük dilim olaraq A-nı götürməlisən. Böyük dilim olaraq A-nı götürmək istəyirəmsə, B-ni, C-ni və Y variantlarını sildirəm. Çünki A-da və D variantında o A-lar böyük hissədə verilib. A ilə D-nin fərqi isə S-lərlə bağlı bir problem yoxdur. U və Y hərflərindəndir. U ilə Y-nin müqayisəsinə baxıram. Bu 4 yazaq. Y 4-dür, U isə 5-dir. U daha böyük olmalıdır. Onun daha böyük olmasını istəyirəmsə, onda D bəndini seçim. Çünki U burada Y-yə nisbətən daha böyük hissədir. Sadəcə çox qiymətə çox hissə düşməlidir. Məntiqi ilə yanaşırsan və cavabı da müəyyənləşdirmiş olursan ki, D bəndidir. Bir də dediyim kimi 360 dərəcəni yaddan çıxartmırıq.